Qanunvericilikdə yüksək gərginlik elektrik xəttinin mühafizə zolağında yerləşən daşınmaz əmlakların reyestrində qeydiyyata alınması qadağandır. Ümumiyyətcə, tikilməsi qadağandır. Reyestrdə qeydiyyata alınmasından söhbət getmir. İnşa edilməsi qadağandır. Lakin mühafizə zolağı dedikdə, görürsünüz, mən deyirəm, yüksək gərginlik. Deməli, 6, 10, 35 kilovatlıq xətlər, 110, 250 və s. kilovatlıq xətlərin altında inşa edilmiş tikililərin, ümumiyyətcə, tikililərin mövcud olması qanunvericilikdə öz əksini tapmır. Təhlükə. Amma bildiyimiz kimi, əslində onlar mövcuddur. Bəli, var. Lakin qanunvericilikdə dəyişiklik edilmişdi bu yaxınlarda və 6, 10, 35 kilovatlıq yüksək gərginlik xətti hesab edilmir. Yüksək gərginlikli hesab edilmir. Artıq 6, 10, 35 yüksək gərginlikli xətt olmadığından artıq qeydiyyat məsələlərində hər hansı bir problem yaranmır.